Salam, hər vaxtınız xeyir olsun. Bəli, sizin də vurğuladığınız kimi Dövlət İmtahan Mərkəzinin yaydığı məlumatla bağlı detalları diqqətinizə çatdıracağıq və qeyd olunur ki, artıq buraxılış və qəbul imtahanlarının keçirilmə qrafiki ilə bağlı məlumatlar açıqlanıb və daha təfərrüatlı informasiyanı hansı bölgələrdə, hansı vaxtda imtahanlar təşkil olunacaq, bununla bağlı informasiyaları hazırda qonağım Dövlət İmtahan Mərkəzinin mətbuatla iş şöbəsinin müdiri Xanlar Xanlarzadədən əldə edəcəyik. Xoş gördük Xanlar bəy. Buyurun detalları sizdən eşidək. Çox sağ olun. Dövlət İmtahan Mərkəzi tərəfindən bəzi kütləvi imtahanların qrafiki elan olunubdur. Bilirsiniz ki, bizim ilk kütləvi imtahanımız fevral ayının 15-də olacaqdır. Magistraturaya qəbul imtahanı keçiriləcəkdir. Bu imtahanın birinci cəhdi, birinci şansıdır. Daha sonra isə mart ayında biz artıq buraxılış imtahanlarına start verəcəyik. Birinci 11 illik təhsil bazasında təhsil alan şagirdlər imtahanlarını verirlər. Burada uşaqların sayı çox olduğuna görə iki zona istiqamət ayrılıbdır. Mart ayının 9-da və 15-də keçiriləcəkdir. Ümumilikdə 120 mindən artıq şagirdin buraxılış imtahanında iştirak etməsi nəzərdə tutulur. Hansı məktəblərin şagirdləri ayın neçəsində imtahan verəcəklər? Bu Dövlət İmtahan Mərkəzinin saytında yerləşdirilibdir. Həmin o qrafika uyğun olaraq şagirdlər öz imtahanlarını verəcəklər. İmtahandan 5 gün əvvəl Dövlət İmtahan Mərkəzinin saytında buraxılış vərəqəsi çap olunacaqdır və konkret olaraq biləcəklər ki, onlar imtahanı hansı məktəbdə verirlər, saat neçədə imtahan başlayır, nə vaxt imtahan binasına gəlmək lazımdır. 9-cu siniflərin buraxılış imtahanları isə burada şagirdlərin sayı daha çoxdur. Ona görə də 3 istiqamət üzrə keçirmək mümkündür. Aprel ayının 5-də başlanacaqdır bu prosesə. 5-i, 12-si və 26-sında bu imtahanları verəcəklər. Bir məsələni mən şagirdlərin diqqətinə çatdırmaq istəyirəm ki, buraxılış imtahanlarında iştirak eləmək üçün hər hansı bir qeydiyyat tələb olunmur. Şagird məzun bazasına məktəblər həmin məlumatları daxil edirlər şagirdlər haqqında və onun əsasında mərkəz tərəfindən imtahanlar təşkil olunur. Ancaq qəbul imtahanlarında iştirak eləmək üçün qəbul imtahanlarının bilirsiniz ki, blok hissə var, bir də ki, buraxılış imtahanı, yəni qəbul imtahanının birinci mərhələsi var. Fevral ayının 18-də başlayacaqdır, mart ayının 5-nə qədər davam eləyəcəkdir. Bu ərizə qəbulun birinci mərhələsidir. Bütün abituriyentlər burada iştirak edirlər, kim ali təhsil müəssisəsinə qəbul olmaq istəyirlərsə. İmtahanlar isə imtahanlara qeydiyyat isə aprel-may aylarında olacaqdır. İmtahanların özləri, yəni birinci cəhdi isə mayın sonu və iyunun əvvəlində təşkil olunacaqdır. Təşəkkür edirəm ətraflı informasiyaları biz və tamaşaçılarımızla paylaşdığınız üçün. Bəli, elə Dövlət İmtahan Mərkəzinin buraxılış və qəbul imtahanları ilə bağlı elan etdiyi vaxtları öyrənmiş olduq və təbii ki, müxtəlif rayonlarda, müxtəlif ərazilərdə, müxtəlif zamanlarda keçiriləcək və insan çoxluğu da, yəni abituriyent sıxlığı da nəzərə alındığından 2 hissəli formada da təşkil olunur. Təbii ki, bütün bunlarla bağlı daha təfərrüatlı informasiyanı və yerləşdiriləcək buraxılış imtahan vərəqələrini də məhz elə Dövlət İmtahan Mərkəzinin rəsmi saytından əldə etmək və izləmək mümkündür. Çatdıra biləcəklərimiz bu qədərdir. Söz yenidən sizdədir. Təşəkkürlər Rəqsanə, sənə və müsahibinə təşəkkür edirik.